Hörmətli yoldaşlar, deməli dediyim kimi YouTube kanalımda Möhtəşəm 26 sınağının bütün məsələlərin izahı, bütün sınaqların izahı olacaq. Kanalıma abunə olmağı unutmayın. Sınaq nömrə 2, sual nömrə 2 ilə davam edirik. Yəni heç yerdə olmayan videolardır mənim çəkdiyim videolar. Yəni heç kim açıq linklə paylaşmır. Mənim YouTube kanalımda isə açıqdır. İstəsəz girib faydalana bilərsiniz. Deməli deyir ki, bərabər kütlədə götürülmüş ammoniak və oksigen qaz qarışıq katalizator iştirakı ilə reaksiyaya daxil edilir. Yazıram ammoniak plus oksigen. Deməli məlum məsələdir ki, ammoniakın oksigenlə bir yanması, yəni ammoniakın yanması və bir də katalitik oksidaşması. Yanmasından azot plus su, katalitik oksidaşmasından isə NO plus su alınır. Bunu əmsallaşdıran zaman deməli bura 4, bura 6, bura 4, bura isə 5 düşür. Sonra deyir ki, reaksiya bitdikdən sonra qabda olan qaz qarışığının kütləsi 53 qram olmuşdur. Son qaz qarışığının artıq qalan maddənin kütləsini hesablayın. Deməli, bərabər kütlədə deyirsə, mən əvvəlki videolarımda da demişəm ki, həmişə bərabər mol, bərabər həcm, bərabər kütlə deyirsə, həmişə azı çoxa çatdırmalıyıq. Baxa görə bunların hələ ki öz kütlələri nə qədərdir? Oksigenin kütləsi 5 vur 32, 160 qram, ammoniakın isə 4 vur 17, 68 qramdır. Deməli, mən hər ikisini də 160 qram götürürəm. Bunu da. Və buradan baxıram ki, burada təbii ki, mənə 68 qram ammoniak lazımdır, amma mən 160 qram götürmüşəm. Deməli, buradan məlum məsələ ki, ammoniak artıq qalacaq. Nə qədər artıq qalacaq? Baxaq görək. 160 çıx 58, 160 çıx 68. 92 qram ammoniak artıq qalır. Deyir ki, reaksiya bitdikdən sonra qabda olan qaz qarışığının kütləsi 53 qram olmuşdur. Deməli, reaksiya bitdikdən sonra, başa düşdük ki, reaksiya bitdikdən sonra qabda olur alınan NO qazı və artıq qalan NH3 neçə qram? 92 qram. Baxa görə ümumi neçə qram? Normal halda qabda qaz qalır. Deməli, NO-nun kütləsi 30-dur. 4 vur 30, 120. 92 qram da ammoniak artıq qalıb. Üstünə 92 gəlirəm. Bu da edir 212 qram artıq qalıb. Tənasübüm onda belə qururam. 212 qram qaz olanda yekunda qabda artıq qalan maddənin kütləsi 92 qram olur. Yəni 92 qram ammoniak. Bəs bizə deyir ki, 53 qram artıq qalarsa, qaz qarışığının kütləsi olarsa, onda nə qədər ammoniak artıq qalar? Buradan da bunu tapmaq olur. 4 dəfə azdısa 92-ni bölərəm 4-ə. Bu da eləyər 23. Bəs cavab da elə C variantında öz əksini tapmışdır.